Salam əziz izləyicilərim. Mən istərdim sizə bir məlumatı çatdırım. Ümumiyyətlə bilirsiniz ki, mən membranlı plazmaforezdən zamanı bu məbləğin daxilində həm də 4 infeksiyanı yoxlatdırıram. Hepatit B, hepatit C, HIV və yanaşı olaraq da tripanema, yəni siflis yoxlanılır. Və bir çox zaman bunu niyə yoxlayırıq? Bəzən görürük ki, xəstə özü hazır şəkildə gəlir. Yəni bu viruslarla hazır gəlir və bu virus aktiv formada gəldiyi zaman bir zamanlar sonra bilir və soruşurlar ki, siz hardasa qan yuma və ya qan köçürmə etmisinizmi? Və ağla gəlir ki, bəli, bizim yanımıza gəlib o prosedura və ola bilər ki, bizdən keçsin. Xeyr, əsla elə deyil. Biz özümüzü sığortalamaq üçün həm zaten nəyi istifadə edirsə, hər şeyi xəstə önündə açırıq, yəni tək istifadəli olduğunu göstəririk. Yanaşı olaraq da 4 infeksiyanı da biz yoxlayırıq bu məbləğin içində. Və bizim bir pasiyentimiz bu virusla gəlibdir. Artıq bax mən sizə göstərirəm. Görürsüz, bir dənə virusu yüksək çıxıbdır. Hepatit B-si 2 xətt çıxıbdır. Bu o demək ki, artıq xəstə gələndə hepatit B ilə gəlibdir. Və xəstə bunu bilməyəcəkdir. Heç tutamsal da verilməsin ki, hardasa qan yumusunuz. Qaraciyər bilirsiniz ki, lal orqandır və bu belə deyək də fəsadla davam edəcəkdir. Bütün ailə yoluxardır, bəlkə də yoluxulubdur, bilmirəm, amma yoluxulur və digər insanlara da keçir. Çünki qanla təmasda və digər təmaslarda da yoluxma ehtimalları vardır B-də. Bax, bunu maarifləndirmək istəyirəm sizə ki, bizim prosedurda yanaşı olaraq bu 4 infeksiya da bu məbləğin içindədir və həm də özümüzü sığortalamaq üçün xəstə özü infeksiyayla gələ bilər və haçansa bildikdən sonra elə bilər ki, bizdən keçibdir. Yəni xəstə zaten hazır virusla gəlibdir.